Salam, hər vaxtınız xeyir. Bu günləri 29 mart 9-cu siniflər üçün OTK-nın təşkil etdiyi sınağın suallarına gəlin bir yerdə baxaq. İzaha keçməmişdən öncə zəhmət olmasa kanala abunə olun və dostlarınızla paylaşmağı unutmayın. 56-cı sualda birinci baxırıq boşluqdan sonraya ismin sayılıb sayılmayan olmağına baxmağa. Friends cəm isimdir, digər tərəfdə time var. Deməli, birinci tərəfə cəm, ikinci tərəfə sayılmayan. Many friends, bir də a lot of. Bəli, bir düzdür. 2 yanlışdır, a little olmaz. 3-ün a lot-un of-u yoxdur. 4 düzdür. 1 və 4. Düzgün variant B variantıdır. 57-ci sualda müqli sifətə aid test tapşırığıdır. Birinci tərəfdə zəng gəlib, ikinci tərəfdə də in göstəricidir. Deməli, birinci tərəfə müqayisə, digər tərəfə üstünlük. O deyir D variantı. Bəs Anya yanlışdır. İkinci tərəfdə üstünlüyün Z müəyyənlik artikla gəlməyib. Ona görə yanlışdır. C variantı üstünlükdür. Birinci tərəf yanlışdır. Y variantı yenə də Z müəyyənlik artikla ikinci tərəfdə gəlməyib. Ona görə yanlışdır. 58-ci sual. Very difficult to believe. İnanılması çətin olan, yəni incredible. İnanılmaz deməkdir. 59-cu sual əvəzlikdir. I was drinking my morning tea, yəni yiyəlik əvəzliyi. Siz də yenə isimli forma istəyir. Ona görə aynen C-ni, Y-ni əliyirik. Digər tərəfdə yenə də isim var. Ona görə B variantı mine olmaz. Qalır nə? D variantı. Digər izahlar üçün like atın və kanala abunə olun. Digər sualların da izahlarını paylaşacağım.